Qoy həqiqətən də yaşlandıqca insanlar daha çox müdrik olsun. Qoy yaşlanma insanların həyatını övladları ilə, nəvələri ilə dava-dalaşa çevirməsin. Qoy həqiqətən onların ağılları qaçmasın. Bəzən insanlara baxıram, bu yaşlılıq əlamətidir və yaxud başqa. Ancaq görürəm ki, onların həqiqətən ağıllarında kəmlik var yəni. Həqiqətən düzgün davranmırlar, düzgün istiqamət vermirlər. Yalanlar, böhtanlar onların həyatını tamamilə didir dağıdır. Həqiqətən də. Qoy onların ürəklərinə Rəbbin mərhəməti, Rəbbin qorxusu gəlsin. Qoy onlar həqiqətən də o dediyi kimi, kəlamda dediyi kimi daha müdrik olsunlar, daha məsum olsunlar, daha dürüst olsunlar. Bütün bu qürurlardan azad olsunlar. Heç bir böhtan o həmin adamı evə bağlaya bilməyəcək və başqalarında ona qarşı məhəbbət yaratmayacaq. Böhtanlar insanları bir-birindən ayırır və qoy hər bir kəsin həyatına böyük bir azadlıq gəlsin. İsa Məsih ismi ilə, İsa'nın diri adı ilə dua edirəm. Ya Rəbb, kömək elə, ya Rəbb, bizə də kömək elə. Düzgün davrana bilək, düzgün hərəkət edə bilək. Sən hər şeyə və hər şeyə qadirsən. Qoy günah edib, təqsirlərini boynuna alsınlar. Çünki kəlam deyir ki, əgər təqsirlərinizi boynuna alarsınızsa, mən bağışlayacağam. Qoy o bağışlanma ruhunun altına girə bilsinlər. İstər kreditdən, istər bağışdan, əziyyət çəkən, istər həyat yoldaşlarına yalan danışıb və bu vəziyyətdə yaşayanlar, qoy onların üzərlərinə Rəbbin ruhu gəlsin və onlar artıq bu aldatmalardan azadlıq ala bilsinlər. İsa Məsih ismi ilə. Onlar bir bədəndirlər. Qoy bədənlərinə xəyanət etməsinlər, yalanla, böhtanla. Heç bir vaxt böhtana yol verməsinlər. Ya Rəbb, səndən istəyirəm. Səndən diləyirəm, qoy evlərə sənin işığın gəlsin. Qaranlıqlar yox olsun. Ailə münasibətlərini özün bərpa elə, ya Rəbb. Xeyir-dua ver, ya Rəbb. Sənin xeyir-duana ehtiyac var. Qoy məbədlər, qoy imanlı həyatlar, iman edib yaşayanlar böhtandan, yalandan, iftiradan azad olsunlar. Dedikodular ortadan götürülsün. Qürurlar ortadan götürülsün. Sən dedin, həlim olun. Sən dedin, muti olun, ya Rəbb. Qoy şübhələr ortadan götürülsün. Qoy insanlar mənəm deməsin. Qoy hər kəsin həyatına sənin azadlığın gəlsin, ya Rəbb. Sənin azadlığının hər kəsə ehtiyacı var. O evdə ata oturan qoca nənələrin ehtiyacı var, ya Rəbb. Əllərini sənə uzadıb səndən imdad diləyənlərin ehtiyacı var, ya Rəbb. Ya Rəbb, bu viruslar bütün bu bədənləri tərk etsin, ya Rəbb. Qoy hər bir bacı qardaşım sənin o şəfan altında yaşasın. İsa Məsih ismi ilə, İsa Məsih diri adı ilə diləyirəm, ya Rəbb. Sən qadirsən. Sən qadirsən, ya Rəbb. Mümkünsüzü mümkün edən Rəbbsən. Azadlıq gəlsin, ya Rəbb. Bu azadlıq, ya Rəbb, sənin tərəfindən satın alındı və bizə verdi. Verildi, ya Rəbb. Qoy biz həqiqi hüquqlarımızı qoruya bilək. Qoy həqiqətən də bu hüquqlardan istifadə edə bilək, ya Rəbb. Qoy şəfamızı həqiqətən də götürüb yaşaya bilək bu yer üzərində. Çünki biz sənin yaralarında şəfa almışıq. Bu şəfanı ata elə belə bir şey kimi qırağa atıb onun üzünə baxmayaq. Ondan istifadə edək, ya Rəbb. Səndən istəyirəm, səndən diləyirəm. Hər bir kəsin həyatına, işsizlərin həyatına iş gəlsin. O planlar qururlar, ya Rəbb. Nələrəsə borcludular, nə verəcəklər, nə alacaqlar, nəyi hara qoyacaqlar, nəyi necə edəcəklər. Qoy bu planlar Rəbbin öhdəsinə gəlsin. Qoy Rəbbin öhdəliyinə girsin. Qoy planlar Rəbb tərəfindən tamamilə təmin olunsun. Qoy planlarımızın hər səhifəsi Rəbb tərəfindən açılsın və o ağ vərəqlər yazılı olsun. Xeyir-dua yazıları ilə yazılsın. İsa Məsih ismi ilə. İsa Məsihin diri adı ilə diləyirəm, ya Rəbb. Sənin qüdrətli adının gücü qoy evlərin qapılarını açsın, içəri girsin, evlərin divarları, daşları tamamilə sənin huzurunla dolsun.
Bizə sən lazımsan, ya Rəbb. Bizə sənin gücün lazım. Səndən başqa heç kimi istəmirik, ya Rəbb. Biz səni istəyirik. Sənin müjdəni verək, sənin xidmətini edək, sənin yollarında yürüyək. Və biz, ata, heç bir müayinəyə girmək istəmirik. Yeganə müayinəmiz qoy sən olasan, ya Rəbb. İsa Məsih ismi ilə, İsa'nın iradı ilə. Ya Rəbb, sən qadirsən. Sən güc sahibisən, sən qüdrət sahibisən. Sən hər şeyə və hər şeyə qadir olan Rəbbsən. Atasan, ya Rəbb, mümkünsüzü mümkün edən atasan, sənə şükürlər edirik, ya Rəbb. Şükürlər edirik, ya Rəbb, bu yer üzü tamamilə ata pis vəziyyətdədir. Hər kəs öz həyatını danışanda insan artıq şok olur, ya Rəbb. İnsanlar öz canlarından bezib belə özlərinə, ya Rəbb, ya Rəbb, asırlar, atırlar, hər cür həyat yaşayırlar, ya Rəbb. Hər cür özlərinə cəza verirlər, ya Rəbb. Bu cəzaları verən iblisi bağlayıram İsa Məsih ismi ilə. İblisin gücünü bağlayıram insanlığın üzərindəki. Qoy insanlıq azad olsun və sənin ata dərgahına, huzuruna gəlsin. Qoy bütün dünyada yaşayan hər kəsi sən yaratmısan. İrqindən, millətindən asılı olmayaraq hər kəsə nəfəsi sən vermisən, həyatı sən vermisən. Qoy hər kəsin həyatına sənin gücün, sənin qüdrətin axsın. Qoy həqiqətən də ata, özlərinə qəsd edən ata, o insanlar necə bir başlanğıcın altına girirlər, bunu dərk etsinlər, ya Rəbb, özlərinə qəsd etməsinlər. Qoy ata, bu məhvum ortadan götürülsün. Ya Rəbb, bütün ata dünyanı azad et. Sənin ata, bu gözəl həyatında yaşamaq üçün onları çağır öz həyatına və biz dua edib deyirik, ya Rəbb, kömək elə, ya Rəbb. Biz dualarımızı düzgün istiqamətdə apara bilək. Biz ata həqiqətən insanıq. Biz bəzən düzgün dua da apara bilmirik. Düzgün səndən bir şey də istəyə bilmirik, ata. Ancaq sən bizə bilik ver, zəka ver. Düzgün şəkildə, ya Rəbb, biz o atdığımız oxları düzgün o nöqtəyə vura bilək, ya Rəbb. İsa Məsih ismi ilə, İsa'nın diri adıyla əlimiz ol bizim, ya Rəbb. Ya Rəbb, o nöqtəyə vurmaq üçün əlimiz ol ki, biz vura bilək. Ağzımız ol, ya Rəbb. Səndən istəyib, səndən diləyirik, ya Rəbb. Yalvarıb səndən istəyirəm, ya Rəbb. Ya Rəbb, ümid diləyirəm, ümid. Ümidsizliyə qapılanlar qoy ümidlə yaşasınlar. Ümid etsinlər, sən var olan, var olmuş atasan. Ya Rəbb, onların süfrələrini bəzəyənsən, onların həyatlarını tamamilə sahmana salansan, onlara həyat verənsən, ya Rəbb. Ya Rəbb, bir günlük dünyadan həzz almasınlar. Qoy daimi səndən həzz alsınlar. Bir günlük o həzz dünya həzzidir. Bu həzzi biz istəmirik. Bu həzzi istəyənlərə də ata qadağa edirik ki, qoy onlar bu həzdən dayansınlar və onlar həqiqətən sənin verdiyin həzzinə yaşasınlar. İsa Məsihin ismi ilə əsl, ya Rəbb, sevgili sən ol bizim həyatımızda. Səni sevdiyimiz qədər heç kimi sevməyək. Səni sevdiyimiz qədər ata heç kimə bağlı qalmayaq deyə sənə dua edirəm. İsa Məsihin ismi ilə, İsa'nın diri adıyla hər sabah səsimizi sənə açırıq, ya Rəbb. Səsimizin bütün o vurğularını sən özün düzgünləşdir, ya Rəbb. Haray çəkirik, yalvarırıq, dua edirik, səni çağırırıq. Evlərimizə çağırırıq, ya Rəbb. Həyatımıza çağırırıq, iş həyatımıza, xidmətlərimizə çağırırıq. Gəl və bizi doldur. Gəl və bizi doldur, ya Rəbb. Doldur ki, bütün ata içimiz, o kasamız tamamilə səninlə dolsun. İsa Məsih ismi ilə. Halleluya. Halleluya. Ata, oğul, müqəddəs ruh naminə. Amin, 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 amin.